Azərbaycanda 16 yaşdan aşağı uşaqlar üçün yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi hesab yaratmaq mümkün olmayacaq. 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı əsasında nəzarətli istifadə modeli tətbiq ediləcək. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən ictimai müzakirələrdə bildirildi ki, qanunvericiliyə təklif olunan bu dəyişikliklər uşaqların rəqəmsal mühitdə zərərli təsirlərindən qorunmasına xidmət edəcək. Qurumun icraçı direktoru Əhməd İsmailov dedi ki, aparılan təhlillər erkən yaşlarda sosial şəbəkələrdə nəzarətsiz istifadənin gələcəkdə müxtəlif problemlərə səbəb olduğunu göstərir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəşad Həsənov isə bildirdi ki, mənfi fəsadların arasında psixoloji problemlər, təhsildən geri qalma, asılılıq və vaxt etkisi, eləcə də yuxusuzluq, görmənin zəifləməsi və digər mənfi nəticələr yer alır. Övladı olan ailələrin 64%-ində uşaqlar artıq sosial mediadan istifadə edir və hər 5 uşaqdan biri təxminən 18%-i orta hesabla 5 saatdan daha çox vaxt keçirilir sosial mediada. Yəni bu öz-özlüyündə həddindən artıq çox narahat edən bir statistikadır və digər təşviş edici, daha narahat edici bir statistika ondan ibarətdir ki, 43% valideyn uşağın istifadəsinə tam nəzarət edə bilmədiyini boynuna alır. Problemin ən həssas tərəflərindən biri də odur ki, valideynlərin əhəmiyyətli hissəsi övladlarının sosial şəbəkələrdə fəaliyyətinə nəzarət etməkdə çətinlik çəkir. İnkişaf öz yerində, ancaq bu inkişafın gətirdiyi müəyyən təhdidlər, hansısa risklər, hətta onun fəsadları belə qabaqcadan araşdırılır, fərdi məlumatların qorunması olsun, istər elə bu sosial şəbəkələrin zərərli təsirlərindən bizim uşaqlarımızın qorunması məsələləri olsun. Bunlar hamısı ümumilikdə həyata keçirilən ümumi siyasətin tərkib hissələridir, müxtəlif şaxələridir, ancaq bunlar bir-biri ilə sıx əlaqəli olan sahələrdir. Azyaşlıların internetdən istifadəsinə nəzarət mexanizmlərinin tətbiqi zamanı həm məlumatların qorunması, həm də sosial şəbəkə platformaları ilə əməkdaşlıq məsələləri nəzərə alınmalıdır. Bu olduqca həssas məsələdir. Dövlətlər öz vətəndaşının məlumatını sosial şəbəkəyə vermək istəmir. Eyni zamanda sosial şəbəkə şirkətlərindən tələb olunur ki, onlar bu məlumatları emal eləsinlər. Yəni, həmin o uşağın uşaq olduğu bəlli olsun. Burada müəyyən AI alqoritmləri, yəni süni intellekt alqoritmləri sosial media platformaları tərəfindən irəli sürülür ki, məhz onlar uşaq qeydiyyatdan keçən zaman kamera vasitəsilə uşağın üzünü analiz eləsinlər və qərar versinlər. Bütün dövlətlər çalışırlar ki, qanunverici bazalarını bu istiqamətdə uyğunlaşdırsınlar. Müzakirələrdə həmçinin qeyd olundu ki, sosial şəbəkələrdə azyaşlılarla bağlı zərərli məzmunların daha operativ şəkildə silinməsi üçün dövlət qurumları ilə platformalar arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi vacibdir.